Salam, hər vaxtınız xeyir əziz tələbələr. İmtahana artıq 15 gün qalıb. İmtahana kimi nə edib etməməli olduğunuz barədə müəllimlərimizin dəyərli məsləhətlərinə qüvvət olaraq onu deyə bilərəm ki, çalışın bu müddət ərzində sıfırdan hər hansısa bir mövzu öyrənməyin. Öyrəndiyiniz mövzuları təkmilləşdirin. Bunun üçün də çoxlu sayda ümumi sınaqlar işləməlisiniz. Çünki ümumi sınaqlarda bütün proqram çərçivəsini əhatə elədiyi üçün siz bütün proqramı təkrarlamış olursunuz. Məsələn, hər hansı bir mövzuda çətinliyiniz varsa belə, həmin mövzuda aid sual gəldikdə siz açıb nəzəriyyəni göz yaddaşı ilə təkrarlamış olursunuz. Və unutmayın ki, göz yaddaşı önəmli bir yaddaşdır. İmtahan gününə qədər, imtahan saatına qədər belə kitabı vərəqləyərək göz yaddaşı ilə təkrarlaya bilərsiniz. Məsələn, hər hansısa bir ofis proqramından sual düşdü. Unutmayın ki, hər zaman tələbələrə vurğulayıram ki, ofis proqramları praktika üzərində öyrənilməlidir. Həm siz kitab oxuyub, eyni zamanda videoya baxıb və eyni zamanda da praktika aparmalısınız ki, bu daha yaxşı olaraq yadda qalsın. Açsın olsun PowerPoint. PowerPoint'dən bir sual düşdü, açdı sınağı və bu zaman siz açırsınız kompüteri, PowerPoint proqramına daxil olursunuz. Orada həm göz yaddaşı olaraq işçi interfeysini təkrarlayırsınız, həm də ki sınağı işləyirsiniz. Yəni işçi interfeysi görürsünüz, orada tablardır, ümumi pəncərə quruluşudur. Bu təkrarlandı. Həmin suala görə o təkrarlanır. Olar ki, başqa bir sınaqda PowerPoint-in hər hansısa bir əmrindən sual düşər. Bunun üçün siz tabda xüsusən həmin əmri tapmalısınız. Və əmrin də ətrafında olan başqa tablar, başqa əmrlər də yenə göz yaddaşı olaraq təkrarlayırsınız. İnanıram ki, hər şey çox yaxşı olacaq. Ən önəmlisi də stressdən uzaq durun. Çünki stres zaten sizin nə bildiklərinizi artırmayacaq, nə imtahan vaxtını çoxaltmayacaq, nə də ki imtahanı asanlaşdırmayacaq. Əksinə siz stresə düşərək bildiklərinizi də unudursunuz. Bunun üçün stresi kənara qoyursunuz. İmtahana kimi nəyi edərək siz öz bildiklərinizi daha da təkmilləşdirə bilərsiniz. Bunun üçün özünüzə bir cədvəl yaradırsınız. Və mən də bir daha hər birinizə uğurlar arzu edib estafeti ötürürəm məntiq müəllimimiz Aysel müəlliməyə.